Riyaziyyatım yaxşı deyil, özüm də birinci qrupam. Neynəməliyəm? Mənim bildiyim qədər riyaziyyatda hardasa 13 sual buraxılışda əl çatan sual olur ki, bunları yazmaq mümkündür. 13 sual. Elə həmin o 13 sualı əhatə eləyən, yəni 15 suallıq təxminən götürək ki, əhatə eləyən mövzudan ancaq o mövzuları keçmək, yuxarı mövzuları keçmirsən, sadəcə 13 suala 13 sual üzərində işləyirsən və buradan heç olmasa 10 sual götürdünsə, ən azından 30 və yuxarı bal eləyə bilir. Bu belə. Və düşərəm Azərbaycan dilinin üstünə ki, bəli, Azərbaycan dili istənilən halda mətnlər sarıdan, riyaziyyatdan daha əl çatandır. Xüsusən də birinci qruplar üçün ki, riyaziyyat işlədikləri üçün biraz da beyinləri daha aktiv olur, yəni paslanmış beyinləri olmur. Və düşərəm mətnlərin üstünə, qaydaların da 5 heç olmasa asan olur. Və buradan bir təri alayarımçıq 70 balımı götürərəm. 70 buradan 100 də, daha doğrusu 30 da deyək ki, oldu şeydən, riyaziyyatdan. 100 bal yığdım mı buradan? İngiliscə təbii ki, də nə qədər öyle olsan, heç olmasa bir 40 bal topladınsa, gedib 140 balını buraxılışdan yığmış olursan. Və qalan təbii ki, vaxt ərzində yenə gücünü verirsən. Riyaziyyatdan heç olmasa 7-8 dənə, fizikadan da bir o qədər. Sonra o tərəfdən kimya seçsən işin daha rahatdır və ümumilikdə 70-80 bal toplasan, yəni 200-ü keçsən, sən harasa bir yerə qəbul ola bilirsən. Hətta ağa kimi gedib pulsuza da düşə bilərsən. Qısası, birinci qrupların da şansı var. Amma yerinizdə olsa mətnlərlə aramı yaxşı eləyərəm. Və bu son ayları, məsələn, bizim riyaziyyatda sınaq qrupumuz var. Müəllim hər gün sınaq işlədəcək. Deməli, yanvar ayın 1-dən etibarən başlayacaq və Azərbaycan dilində hər gün dərslərin təşkil olunduğu, sınağın təşkil olunduğu qrupumuz var. Qısası bizim sürət qruplarımıza qoşulub, heç olmasa buraxılışda 100 yığacaqsansa onu bir 130-a, 140-a çatdıra bilərsən. Bu qədər hamınıza uğurlar arzulayıram. Bu qruplara qoşulmaq üçün 055 597 01 51-ə yaza bilərsiniz. Burada Qobustanın Sündü kəndi indi olan qarımız bu qədərdir. Bu qədər, sağ olun.